İkinci hədis. Bir kişi Allahın Rəsulunun yanına gəldi və dedi ki, ey Allahın Rəsulu, insanlar arasında qayğıya ən çox layiq olan kimdir? Allah Rəsul dedi ki, sallallahu aleyhi və səlləm, anan. Dedim, sonra kim? Dedi, anan. Dedim, sonra kim? Dedi, anan. Dördüncü dəfə soruşanda dedi ki, atan. Bu hədis göstərir ki, valideynlərin haqqı çox böyükdür. Görürsən, demədi ən çox övladın, zövcən, xanımın, dedi anan, sonra dedi atan. Demək, valideynlərin haqqı həqiqətən böyükdür, güzel qardaşlar. Bəzi insanlar var, təəssüf olsun ki, evlənəndən sonra, istər kişi olsun, istər qadın olsun, valideynlərin unudur, tərk edir, ya da salmaz, xatırlamaz, vaxtın əksəriyyətini öz övladı, xanımı ilə keçirir. Bunu başa düşürəm, bu təbii hallar ki, unutmaq, axtarmamaq, maraqlanmaq, bu artıq ayıbdır. Bayramdan bayrama zəng elər, təbrik edər, nə bilim, həftədə bir dəfə və s. Halı ilə maraqlanmaz, dərdi ilə maraqlanmaz, dərdinə şərik olmaz. Halbuki Allah Teala kitabında nə deyir? وَقَضَى رَبُّكَ أَلَّا تَعْبُدُوا إِلَّا إِيَّهُ وَبِالْوَالِدَيْنِ إِحْسَانًا. Allah Teala buyurur ki, Allah sizə ondan başqasına ibadət etməməyi əmr elədi. Yəni, yalnız ona ibadət etməyi və valideynlərinə yaxşılıq etməyi əmr elədi. Gör, Allah bizə nə əmr edir? Onlara qarşı təvəzzökar olmaq, kibirli yox. Onlara uf belə söyləmək olmaz, ancaq can deyib can içdirməlisən. Valideynlərin qarşı mərhəmətli, rəhimli olmalıyıq. Öz övladlarına görə sən əsirsən, çalışırsan, qayğı göstərdirsən ki, subhanallah, mənim atam, anam da mənə qarşı belə idi. İnsan o zaman daha çox ata-ananın qədrini bilir. Ona görə də ata-anaya qarşı mehriban olmaq lazımdır, onları sevmək lazımdır. Yəni, onlar bizim cənnətə gedən yolumuzdur.